Hər vaxtınız xeyir olsun. ARB 24-ün canlı efirində gündəmi təqdim edirik. Təbii ki, siyasi və hərbi müstəvidə həm bölgəmizdə, həm də dünyanın fərqli ərazilərində baş verən hadisələrin geniş təhlilini bir saat ərzində sizə ekspertlərlə birlikdə təqdim edəcəyik. Hələlik bir neçə vacib xəbər var, onlara diqqət yetirək. Prezident İlham Əliyev Kram-Montanada baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar İsveç Konfederasiyasının prezidenti Guy Parmelonə başsağlığı məktubu ünvanlayıb. Dövlət başçısı məktubunda belə qeyd edib. Kram-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir. Xəsarət alanlara şəfa diləyirəm. Davam edək. BMT-nin İqlim Dəyişikliyi Konfransı COP31 9-20 noyabr 2026-cı il tarixlərində Antalyada keçiriləcək. Bu barədə Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi məlumat yayıb. Məlumata görə Avstraliyanın ev sahibliyi hüququnu Türkiyəyə verdiyi və həmsədrlikdən çəkildiyi üçün İqlim Sammiti 2026-cı ildə Antalyada keçiriləcək. Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu bağlanıb. Gürcüstan Rusiya sərhədini aparan Yuxarı Lars gömrük keçid məntəqəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qar uçqunu təhlükəsi səbəbindən qadağan edilib. İranda isə etirazlar davam edir. Aksiyalar azı 36 şəhəri əhatə edib və digər yaşayış məntəqələrinə yayılır. Etirazlar fonunda ölkədə internetə çıxışda ciddi problemlər yaranıb. Telegram kanallarının məlumatına görə hökumət rabitəni məhdudlaşdırır və əlaqə tez-tez kəsilir. Ölkənin mərkəzi bölgələrindən birində polis etirazçılara qarşı döyüş sursatından da istifadə edib. İlkin məlumatlara görə 2 nəfər həyatını itirib. Media məlumatlarına görə ölkənin qərbində polislə toqquşmalar zamanı daha 3 nəfər həlak olub, 17 şəxs yaralanıb. Hazırda ölkənin müxtəlif bölgələrində təhlükəsizlik qüvvələrinin sayı artırılıb. Vəziyyət hazırda da gərgin olaraq qalır. Belə, ən diqqət çəkən istiqamətləri sizinlə bölüşdük, artıq müzakirələrə başlaya bilərik. Bu arada Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Washington Times qəzetinə müsahibəsi var və xüsusən də bu müsahibədə Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərinə toxunulub və bölgədəki real vəziyyətlə bağlı bəzi məqamlara açıqlama gətirilib. Biz bütün bu detalları Milli Məclisin üzvü Bəhruz Məhərrəmovla müzakirə edəcəyik. Bəhruz bəy, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir olsun. Elə yeni xəbər olduğuna görə istəyərdim Hikmət Hacıyevin müsahibəsi istiqamətində bəzi məqamlara aydınlıq gətirək. Məsələn, Hikmət bəy 907-ci düzəlişin mövcudluğunun sülhə qarşı işlədiyini qeyd edib. Eyni zamanda Biden administrasiyası ilə indiki Trump administrasiyasının müəyyən müqayisəli şəkildə təhlillərini təqdim edib və hazırki Trump administrasiyasının daha adekvat olması ilə bağlı məqamlara aydınlıq gətirilib. Fikirlərinizi öyrənmək istəyərdik sözügedən müsahibə ilə bağlı. Təşəkkür edirəm. Əvvəlcə onu qeyd edim ki, Amerika Birləşmiş Ştatları Azərbaycan münasibətlərinin bütün aspektlərdən həm qarşıdakı perspektivlərlə bağlı, həm ötən dövrün təcrübəsi ilə bağlı Cənab Prezident ölkəmizin aydın yol xəritəsini ortaya qoyub və dövlət başçısının da dəfələrlə ifadə etdiyi kimi, demokratların hakimiyyət illərində Cənubi Qafqaza yanlış baxış, Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətlərinin Azərbaycan-Ermənistan münasibətləri zəminindən qiymətləndirilməsi, yaxud Amerika Birləşmiş Ştatları Ermənistan zəminindən Azərbaycana baxış olduğu üçün bu münasibətlərimiz zamanla dalana dirənib, hətta 2 il əvvələ qədər, yəni Donald Trumpın hakimiyyətinə qədər, ötən ilin yanvarına Azərbaycan-ABŞ münasibətləri kifayət qədər aşağı tempdə bir müşahidə olunurdu və xüsusən Cənab Prezident hətta bunu sıfırlanmış münasibətlər adlandırırdı. Və təbii ki, Trump Cənubi Qafqazda daha aydın, daha praqmatik yanaşma nümayiş etdirdi.
və Amerika Birləşmiş Ştatlarının elə özünün maraqları naminə Cənubi Qafqazda hansısa formada həmin maraqlarının realizasiyası yalnız Azərbaycanla əməkdaşlıqdan keçir. Və biz artıq Amerika Birləşmiş Ştatları ilə ölkəmiz arasında strateji tərəfdaşlıq aparan bir yol görürük. Bu istiqamətdə artıq bilirsiniz ki, ilkin razılaşmalar var, aidiyyatı işçi qruplarının işi var. Amerika Birləşmiş Ştatlarının Azərbaycan münasibətlərinin digər müasir aspekti, həmçinin bilirsiniz ki, Birləşmiş Ştatların bölgədə sülh istiqamətində fəal səylər göstərən və buna fəal töhfə verən dövlət kimi artıq çıxış etməkdədir. Cənab İlham Əliyevin də yeni ildə Azərbaycan xalqına müraciətində bu məqamlara toxunuldu və Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsində və bu istiqamətdə sənədlərin paraflanmasında, yəni dövlətlərarası münasibətlər və sülh sazişinin paraflanmasında Amerika Birləşmiş Ştatlarının rolu xüsusi qeyd olundu. Bax, belə bir məqamda 907-ci düzəlişin qalması Amerika Birləşmiş Ştatlarının elə özünün xarici siyasət kursuna, Cənubi Qafqaz siyasətinə, ABŞ-Azərbaycan, ABŞ eyni zamanda Ermənistan münasibətlərinə ziddir, ruhuna ziddir. Bilirsiniz ki, Demokratlar administrasiyası, xüsusən elə keçmiş prezident Bidenin özünün çox ciddi formada iştirakı ilə azadlığa dəstək haqqında 907-ci düzəliş Azərbaycanın işğalçı, təcavüzkar rolunu qeyd edirdi. Bölgədə münaqişənin davam etməsi, sanki Ermənistanın bölgənin hansısa formada əziyyət çəkən dövlət kimi qələmə verilməsi ruhu var idi. Amma axı mövcud ABŞ administrasiyası və mövcud reallıq bunu diktə etmir. İndiki halda nə münaqişə var, nə işğal faktoru var. Üstəlik, beynəlxalq hüquqla tanınan Azərbaycan əraziləri işğal olunmuşdu. Azərbaycan da artıq öz güc və imkanları hesabına və Cənab İlham Əliyevin qətiyyəti ilə buna son qoyub. Belə olan məqamda 907-ci düzəlişin təbii ki, hansısa formada sənəd üzərində belə qalması qəbul edilməzdir və bu mənada əlbəttə Azərbaycan Prezidentinin köməkçisi Cənab Hikmət Hacıyevin müsahibəsində bu istiqamətlər, Cənab İlham Əliyevin müəyyən etdiyi o tezislərlə səsləndirilən bu istiqamətlər kifayət qədər aydındır və əslində Amerika Birləşmiş Ştatlarında hələ də bu və ya digər formada demokratların ənənələrini qorumağa çalışan dairələr üçün də bir siqnaldır ki, bu əslində elə Amerika Birləşmiş Ştatlarının maraqları ilə hazırda Azərbaycanın mövqeyi bu istiqamətdə uzlaşmaqdadır və həmin sənədin qalması, kağız üzərində belə qalması bu hüquqa ziddir. Bu arada Hikmət Hacıyev vurğulayıb ki, Biden administrasiyası Əfqanistan missiyası bitdikdən dərhal sonra 907-ci maddə məhdudiyyətlərini yenidən tətbiq edib. İndi bununla bağlı hansı proseslər gedir, düşünürsünüz? 907-ci maddənin maddə ilə bağlı hər hansısa bir dəyişiklik Azərbaycanın xeyrinə gözləniləndirmi? Bilirsiniz ki, hazırda Amerika Birləşmiş Ştatlarının qanunverici orqanının saytında artıq 907-ci düzəlişin tam ləğvi ilə bağlı müəyyən sənədlər yayılmaqdadır. Bu təbii ki, elə Birləşmiş Ştatların özünün nüfuzunu zədələməkdən, ləkələnməkdən qurtaran bir addımdır və bu eyni zamanda da Azərbaycan Prezidentinin çox vektorlu xarici siyasət kursunun artıq okeanın o tayında beynəlxalq hüquqa aydın baxışın müəyyən edilməsi istiqamətində rolunun kifayət qədər olduğunu göstərməkdədir. Və düzdür, indi bu hansı proseslərlə nəticələnəcək, bu və digər formada hansı istiqamətlərə proses inkişaf edəcək, bunu demək çətindir. Amma əgər Amerika Birləşmiş Ştatları Azərbaycan münasibətlərinin cari ruhuna baxsaq, həmçinin Amerika Birləşmiş Ştatları Prezidentinin davamlı şəkildə sosial mediada, ayrı-ayrı beynəlxalq platformalarda Azərbaycan Prezidentinin ünvanına, işlətdiyi ifadələrə diqqət etsək, xoş münasibətinə diqqət etsək, Azərbaycan Prezidentinin bölgədə və bütövlükdə dünyada proseslərə təsir imkanlarının və nüfuzunun kifayət qədər artdığını biz bütövlükdə analiz etsək, deyə bilərik ki, 907-ci düzəliş kağız üzərində belə özünün son dövrlərini yaşayır. Bu arada Hikmət Hacıyev bu müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub, neft məhsullarının daşınması, sonra tranzit formada taxılın Ermənistana çatdırılması mövzusu qeyd edib ki, bu bəlkə də simvolik görünə bilər, lakin simvolizmlə yanaşı həqiqətən də mühüm geosiyasi çağrılar var burada. Bu sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq deyə Hikmət Hacıyev açıqlamasında bildirib. Təbii ki, bu müsahibə Ermənistan ictimaiyyətində də oxunacaq, baxılacaq və müzakirə ediləcək. Həqiqətən də önəmli mesaj kimi hesab etmək olar bunu. Bilirsiniz, bu əslində dövlət başçımızın sülh təşəbbüslərinin əməli istiqamətdə davamıdır. Xalqlar arasında sülh bu kifayət qədər ciddi məsələdir. Dövlətlər arasında sülh siyasi istiqamətdə artıq niyyətlər ortadır. Dövlət başçımızın müəyyən etdiyi tezislər əsasında, şərtlər əsasında artıq həmin şərtlər Vaşinqtonda paraflanıb
siyasi liderlərin, dövlət aparatının bu istiqamətdə mövqeyi aydındır. Bir sülh istəyirik. Baxmayaraq ki, Ermənistanda zaman-zaman yayınmalar müşahidə olunur, amma istənilən halda ümumi niyyət vahiddir və biz sülhə doğru ciddi siyasi real addımların şahidiyik. Amma xalqlar arasındakı sülh bu bir balaca mürəkkəb məsələdir və zaman tələb edən məsələdir. Bu mənada, bəli, dövlətlər arasında müəyyən razılaşmalar, Cənab İlham Əliyevin indiki məqamda o tranzit məhdudiyyətlərinin götürülməsi ilə bağlı məqamlar, bəli, bu iqtisadi cəhətdən xüsusi bir dövriyyə deyil, amma xalqlar arasında sülhün bərqərar olunması, qarşılıqlı etimadın bərqərar olunması, eyni zamanda dövlətin sülhə olan niyyətinin əməli şəkildə, praktik olaraq göstərilməsinin yaxşı bir nümunəsidir və bu mənada mən Cənab Hacıyevin fikirləri ilə tamamilə bölüşürəm. Deməli, biz Ermənistana birbaşa keçək, çünki orada gedən proseslər də regiondakı sülh, de facto əldə edilən sülhə birbaşa təsir göstərən amillərdəndir. Ermənistan-Rusiya münasibətləri burada danışılmalıdır. Çünki Mikhail Galuzinin İzvestiyaya müsahibəsi var, vurğulayır ki, Ermənistan bütün hüquq və öhdəlikləri ilə bir yerdə KTMT təşkilatının üzvü olaraq qalır və Ermənistan təşkilat çərçivəsində qəbul edilmiş bütün qərarlardan xəbərdardır. İndi bilmirəm, icra məsələsində necə əməl edirlər yoxsa yox, amma bütün qaydaları, bütün prosesləri bilirlər deyə Galuzinin açıqlamasında qeyd olunur. Məsələn, KTMT ilə bağlı, Rusiya ilə bağlı bir mövqe dəyişməsinin şahidi olacağıq mı? Əslində, Rusiya Xarici İşlər Nazirinin müavininin bəyanatı vəzifə və öhdəliklərdən, hüquq və öhdəliklərdən danışılanda daha çox öhdəliklərə yönəli çağırış kimi qiymətləndirilməlidir. Bilirsiniz ki, Ermənistan artıq Rusiya ilə, xüsusən kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ilə yollarını bu və digər formada ayırmağa istiqamətlənir. Amma Rusiya tərəfi açıq formada Ermənistana bu bəyanatla göstərmək istəyir ki, sizin bizim qarşımızda öhdəlikləriniz var. Bu bir. İkincisi, orada açıq formada müsahibənin davamında ifadə olunur ki, Ermənistanın özünün, eləcə də digər üzv dövlətlərin özünün təhlükəsizliyi birbaşa kollektiv təhlükəsizlik müqaviləsi təsisatından asılıdır. Bu, əlbəttə ki, ötən dövrün təcrübəsi ilə tamamilə ziddir. Digər tərəfdən də Ermənistan artıq başa düşür ki, Ukrayna ilə münaqişədə kifayət qədər dərin bir bataqlığa sürüklənmiş Rusiya bu və digər formada bölgədə əvvəlki aparıcı rol oynaya bilmir. Kollektiv təhlükəsizlik müqaviləsi təsisatı özlüyündə kökündən çürümüş bir qurumdur. Məsələn, Vətən müharibəsi dövründə Ermənistan Azərbaycana münasibətdə və eyni zamanda ondan əvvəlki dövrdə, Tovuz döyüşləri dövründə Ermənistan Azərbaycana qarşı əsas rıçaq və silahlardan biri kimi həmişə KTMT-ni irəli sürürdü. Amma Azərbaycan prezidentinin, bir daha deyirəm, çox vektorlu xarici siyasət kursu, Türk dünyası ilə münasibətlər proseslərin gelişində əslində KTMT-nin ümumi mənzərəsini və imkanlarını, yanaşmalarını ortaya qoydu. Bu mənada əslində bir daha deyirəm, Rusiya tərəfinin verdiyi bu bəyanat Ermənistana münasibətdə bir hansısa formada təzyiq həmləsidir. İndi Ermənistanın cavabını gözləmək lazımdır. Mən düşünmürəm ki, Ermənistan hansısa sərt formada addımlar atacaq, amma proseslərin gedişatı onu göstərir ki, Ermənistanın KTMT ilə yollarını tam ayırması istiqamətində biz çox uzun müddət gözləməli olmayacağıq. Rusiya demişkən, Rusiya-Azərbaycan münasibətlərindən də biraz danışmaq lazımdır deyə düşünürük. Çünki 2025-ci ildə kifayət qədər dalğalı bir münasibətin şahid olduq. Buna səbəb də təbii ki, Rusiya səmasında vurulan Azərbaycan təyyarəsi idi. Dünən yoxsa sırağı gün Zaxarovun açıqlaması var idi. Dedi, biz Azərbaycanla bağlı, bu təyyarə hadisəsi ilə bağlı bütün öhdəliklərə sadiqik. Amma prosesin gedişatına baxaq, düşənbədə keçirilən görüşdən sonra bir daha vurğulanmışdı ki, kompensasiya reallaşacaq, eyni zamanda cinayətkarlar cəzalandırılacaq. Sözdə öhdəliklərə sadiq deyilir, amma real yanaşma tamamilə fərqlidir. Nə kompensasiyadan xəbər var, eyni zamanda nə də cinayətkarların cəzalandırılmasını biz müşahidə edirik. 2026-cı ildə Azərbaycan-Rusiya münasibətləri hansı müstəvidə inkişaf edə bilər? Əslində, Azərbaycanın bütün dünya dövlətləri ilə, o cümlədən də Rusiya ilə münasibətlərinin inkişaf aspektləri və Azərbaycanın bu istiqamətdə arzusu kifayət qədər aydındır. Biz konstitusion niyyət olaraq bəyan eləmişik ki, bütün dünya xalqları ilə, o cümlədən də elə Rusiya ilə ümumbəşəri dəyərlərə sadiq olaraq, beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsipləri rəhbər tutmaqla münasibətlərimizi quraq, bu istiqamətdə əməkdaşlıq edək
sülh, əməkdaşlıq mühiti formalaşdıraq bu bölgədə və ötən dövr ərzində Azərbaycan prezidentinin bu istiqamətdə çox səbatlı, korrekt xarici siyasət kursu Azərbaycanın öz konstitusion niyyətlərinə və bəyan etdiyi o niyyətlərə nə qədər sadiq qaldığını göstərməkdədir. Əlbəttə, ötən dövr ərzində Rusiya ilə Azərbaycan arasında münasibətlərin ümumi əzmi, ümumi aspekti bizi o qədər də qane etməyib, amma son nəticədə Azərbaycan bu proseslərdən məğlub dövlət kimi də ayrılmayıb, nəyisə itirən dövlət kimi də ayrılmayıb. Ən yüksək səviyyədə Azərbaycan özünün güc, imkanlarını nümayiş etdirməklə, liderinin qətiyyəti ilə bir mənalı şəkildə milli maraqlarımıza, xalqın, dövlətin mənafeylərinə yönələn bütün təhdidləri, istər informasiya savaşında, istər bu və ya digər diplomatik müstəvidə hər bir təhdidi zərərsizləşdirib, Azərbaycanı bu prosesdən qalib kimi çıxardıb. Əlbəttə, biz arzu edirik ki, bizim çox əsrlik tariximiz, ortaq tariximiz olan, eyni zamanda mədəni, humanitar dəyərləri bölüşdüyümüz şimal qonşumuzla münasibətlərimiz kifayət qədər yaxşı səviyyədə inkişaf etsin. Ona görə də şimal qonşumuzda gərək ərazi, əhali məzmununda kifayət qədər böyük olan bir dövlət kimi, böyük kimi də davrana bilsin. Biz bunu arzuluyuruq ki, Rusiya ilə münasibətlərimiz beynəlxalq hüququn tanınmış normalar əsasında davam etsin. Əgər Rusiya indi hələ ki bir təyyarənin hələ o oxuna keçib və ondan kənarlaşa bilmirsə, bu açığı xoş olmayan bir haldır. Bir daha deyirik, siyasi səviyyədə bu proseslərə münasibət məhz Cənab İlham Əliyevin qətiyyəti ilə arzu olunan səviyyədə irəlilədi. Rusiyanın ən ali rəhbərliyi səviyyəsində Azərbaycanla üzr istəndi. Bu istiqamətdə kompensasiya ilə bağlı vəd verildi. Amma Rusiya böyük dövlətdir, bilirsiniz. Hələ ki proseslər hansısa formada ləng gedir və yaxud gedirmi deyə suallar doğrudan da haqlı olaraq meydana çıxır. Amma hər kəs əmin ola bilər ki, Azərbaycan dövləti bu istiqamətdə məsələlərin ən vacib nəzəri və konseptual hissəsini arxada qoyub və tam mənada Azərbaycan dövlətinə dəyən zərər və eyni zamanda Azərbaycan dövlətinə qarşı törədilmiş cinayətə görə məsuliyyət də, kompensasiya da təmin olunacaq. Eyni zamanda Rusiyanın bölgədəki maraqları barədə biraz danışaq. Çünki xüsusən də Ermənistanın Rusiyadan qopub qərbə yönəlməsi çox danışılır, çox müzakirə edilir və fərqli bir məsələ Tramp yolunun açılması ilə bağlı biz danışa bilərik. Rusiya bu fürsəti əldən vermək istəmir əslində. Tramp yolunda olmaq cəhdlərində bulunur, amma hadisələrin gedişatı onu deməyə əsas verir ki, bu Rusiya üçün biraz çətin olacaq. Nə Ermənistan söz gedən istiqamətdə addımlar atır, nə Birləşmiş Ştatların biz Rusiyanı burada görmək cəhdlərini vurğulaya bilərik. Amma Rusiya üçün həmişə alternativlər mövcuddur. Tramp yolunda Rusiyanın mövcudluğunu necə əsaslandırmaq olar? Əslində, Zəngəzur dəhlizində Tramp layihəsindən əvvəl biz bu prosesdə Rusiyanın aparıcı mövqeyini 10 noyabr bəyanatı ilə dəstəkləmişdik. Sadəcə Rusiya özü bu mövqeyi daşıya bilmədi və təbii ki, biz də sonsuza qədər gözləyə bilmərik və ötən dövr ərzində biz 5 ilə yaxın vaxt itirmişik. Azərbaycan bu müddət ərzində Zəngəzur dəhlizinə gedən yolu, orta dəhlizin Azərbaycan segmentini ən müasir standartlarla, həmin segment üzrə, xətt üzrə baxsaq, ən müasir səviyyədə istər dəmir yolunu, istər quru yolunu Zəngilan-Nağban istiqamətinə qədər tam şəkildə demək olar ki, hazırlayıb, çox az iş qalıb. Amma Ermənistan tərəfdə hələ o 40 kilometrlik ərazidə texniki əsaslandırma işləri belə görülməyib. Bu il başlamalıdır, hər halda açıqlama verilmişdir. Bəli, qeyd olundu. Paşinyanın özü artıq 2026-cı ilin ikinci yarısında bununla bağlı addımların atılacağını qeyd edib. Artıq 6 il keçir. Belə olan təqdirdə təbii ki, bu ciddi gecikmədir və nəzərə alaq orta dəhlizin inkişaf tempi, Azərbaycanın daşıma qabiliyyətinin getdikcə artması, tələbin artması Ermənistan özü bu prosesdən geri qalır. Və indiki məqamda eyni zamanda başqa bir reallıq da ortadadır ki, Vətən müharibəsi və terror tədbirlərində Azərbaycanın böyük zəfərindən sonra bölgədə elə bir yeni bir dövr başlanıb ki, artıq nə Rusiya, nə digər dövlətlər əvvəlki baxışla bölgəyə baxmaq imkanından məhrumdular. Əvvəlki diktə imkanları artıq o dərəcədə də işlək deyil. Hətta Ermənistanın özünə münasibətdə belə Azərbaycan bölgədə əməkdaşlıq mühiti formalaşdırmaqla elə bir situasiya, status quo formalaşdırıb ki, artıq bu bölgədə kim mövcudluğunu və maraqlarını qorumaq istəyirsə, bərabər hüquqlu əməkdaşlıq zəmininə
diqqət yetirməlidir və bu əslində həm də Ermənistan üçün şansdır ki, nəhayət suveren dövlət olsun. İndiki məqamda Ermənistan Azərbaycanın direktivlərini bir mənalı, cənab İlham Əliyevin direktivlərini rəhbər tutmalıdır. Cənab İlham Əliyev onsuz da beynəlxalq hüquqa hörmət edən qlobal liderlərdən biridir və biz müharibə dövründə əgər şərti sərhədlərə belə hörmətlə yanaşdıqsa, Ermənistan başa düşməlidir ki, Azərbaycandan ona hansısa hərbi, siyasi təcavüz anlamında ziyan gələ bilməz. Və əgər cənab İlham Əliyevin müəyyən etdiyi regional direktivlər rəhbər tutularsa, Ermənistan tam mənada suveren dövlət kimi özünü doğrulda bilər və qeyd etdiyiniz təhdidlər bu artıq getdikcə, tədricən sağlam münasibətlərlə bəzlənə bilər. Burada həm də Ermənistandakı parlament seçkilərini nəzərə almalıyıq. İlin ikinci yarısında bu Zəngəzur dəhlizinin infrastrukturu ilə bağlı Ermənistan işlər görməyə başlayacaqsa, bu təxminən təsadüf edir seçkilərdən sonraki mərhələyə. Amma orada seçkilərin nəticəsi də necə olacaq? Düzdür, proqnoz etmək mümkündür, amma dəqiq heç nəyi demək mümkün deyil indiki məqam üçün. Və məsələn, Paşinyan partiyası və ya Paşinyan bu seçkini uduzarsa, proseslər hansı formada dəyişə bilər? Əslində, əvvəlki dövrlərdə bu suala cavab vermək çox çətin olardı, amma Azərbaycanın qələbəsindən sonra və bu qələbəni qlobal qismdə qəbul etdirdikdən sonra tam mənada əminliklə deyə bilərik ki, cənab İlham Əliyev sülhü Paşinyanla əldə etməyib. Cənab İlham Əliyev sülhü bölgəyə diktə edib. Və bu bölgədə sülhün artıq çox ciddi qarantorları var. Azərbaycanın özünün ordusunun, siyasi liderinin qətiyyəti və gücü ilə bərabər həm də cənab İlham Əliyev bölgədə iqtisadi, siyasi, diplomatik maraqları ilə uzlaşdırıb ki, Paşinyan yox, hətta kilsə belə hakimiyyətə gəlsə, Qaregin özü belə hakimiyyətə gəlsə, bu bölgədə reallıqları, nə sülh reallıqlarını, nə Zəngəzur dəhlizi reallığını dəyişə bilməz. Əlbəttə, indiki məqamda bu və ya digər formada seçkilərin nəticələri ilə bağlı proqnozlar vermək mümkündür. Amma Ermənistan elə bir dövlətdir ki, və xüsusən Ermənistanın özünün səhv ucbatından bu bölgə qütblər arası ziddiyyətin toqquşma nöqtəsinə təəssüf ki, çevrildiyi üçün müxtəlif istiqamətlərdə proqnozlar vermək olar və müxtəlif istiqamətlərdə hadisələr cərəyan edə bilər. Amma bir mənalı onu arxain formada demək olar ki, seçkilərin nəticələrinin nə və necə olmasından asılı olmayaraq Azərbaycanın yaratdığı reallıq dəyişməyəcək.